Hərdən məkanları tərifləyirəm, amma deyirsiniz ki, o birisi filialında elə deyil. Sırf bunu yoxlamaq üçün bu dəfə Dinner Dönərin İçəri şəhər filialına getdim. 100% tikə ətdən verən tək-tük məkanlardandır. Ortaya bir neçə məhsul sifariş etdim, hər birindən biraz da olsa məlumat vermək istərdim. Porsiyon dönər sifariş etdim. Buranın ətinin dadı mükəmməldir, çox xoşum gəlir. Yağlılığı da qədərindədir, ətin dadı da super hiss edilir. Məncə ətin tam dadını almaq istəyirsinizsə, daha çox belə açıq formada dönərlər yeyin ki, ətin dadı da, keyfiyyəti də daha yaxşı hiss edilsin. Növbəti sifariş etdiyim dinner burger oldu, hansı ki Ağ şəhər filialında da sınamışdım və dadı damağımda qalmışdı. Qapalı burgerdir, xüsusi sos, ət və pendirdən ibarətdir. Dəhşət bir şeydir. Növbəti sınadığım isə special dürüm oldu. Tərkibində mozzarella və cheddar pendiri var və ətdən ibarətdir. Pendiri bol olduğu üçün dartıldıqca dartılır. Bu da bəyəndiklərimdən oldu. Son olaraq isə İskəndər dönəri sınadım. Altında pide çörəyi, xüsusi sousu, ət və kərə yağı. Necə dadlı olmasın ki? Bir də buranın çayı çox ləzzətli olur. Bu dəfə süd laçında dadına baxdım, əla idi. Ətin keyfiyyətindən şübhəniz olmasın, tam belə arxayın sınaya biləcəyiniz bir məkandır. Əks halda əmin olun bu qədər tərif etməzdim. Olduqca səliqəli və təmiz bir yerdir. Bu filial İçəri şəhər metrosu yaxınlığında Azərbaycan Dövlət İqtisad Universitetinin yanında yerləşir. Aşağıda səhifələrini də qeyd edəcəm.